Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xırdalanda Köhnə Bazarın qarşısı Kristal Abşeron bir yaşayış kompleksində qanuni 4 otaqlı əşyaların bəziləri bir qismi qalmaq şərti ilə satılan gözəl bir mənzil təklifimiz var. Mənzil qanuni 4 otaqdan ibarətdir, ümumi sahəsi 100 kvadrat metrdir. Satış hüququ bizdədir, əla bir təklifdir, kubçalı bir mənzildir dəyərli izləyicilər. Qonaq otağına alınan təqdimat aparmışıq, döşəməsi bambuk parketdir. Gördüyünüz kimi mənzildə əşyaların burada böyük qismi çıxacaqdır. Mənzilin dəhlizindən təqdimat aparırıq. Otaqların hamısı dəhlizdən faydalanılır. Bütün otaqların hamısına müstəqil olaraq pəncərə vardır. Gün düşən, işıqlı, fərah bir mənzildir. Görürsünüz, belə bir gözəl koridoru, dəhlizi vardır. Mənzilin giriş qapısıdır, görürsünüz. Və mənzildə sizə qonaq otağı zalı təqdim etdik. Bura mənzildə bir otaqdır. Buranı oturma odası kimi istifadə edə bilərsiniz. Yataq otağı kimi bu şkaf qalacaqdır. Buranın da müstəqil olaraq pəncərəsi var. Bu isə dəhlizdən metlaq qranit bir döşəmə. Sanitar qovşaqlar ayrı-ayrıdır. Sanitar qovşaqlardan biridir. Sizə təqdim edirik. Bir sanitar qovşaqdır. Mənzildə mətbəxi sizə təqdim edirik. Girişdən daxil olduqda qarşı-qarşıya gəldikdə mətbəxdir. Mətbəx mebeli, qaz aspirator bunlar qalacaqdır. Eyvana keçid buradandır. Eyvan plastiklə bağlanmışdır və plastikdən şkaf, həmçinin qaz sayğacı, kombin aparatı vardır. Qanuni 4 otaq Xırdalanda demək olar ki, çox az binalarda var. Və sizə yataq otaqlarını təqdim edirik. Bura mənzillər yataq otaqlarından biridir. Burada həm solda, həm də sağda gördüyünüz bu dolablar qalacaqdır. Belə bir gözəl təmiri vardır. Səliqəli bir mənzildir. Və yataq otaqlardan üçüncüsünü əsas yataq otağı sizə təqdim edirik. Bu əsas yataq otağıdır. Burada da əşyalar götürüləcəkdir. Və sanitar qovşaqlardan sonuncusunu təqdim edək. Sonuncu sanitar qovşaqdır. Ümumi sanitar qovşaq. Burada da belə bir gözəl sanitar qovşaq. Bir sistemi kombidir, kombinəli radiatorun bateriyaları var və qiymət açıqlamasında elan ediləcəkdir. Mənzil alqı-satqı işlərini bizə etibar edin. Bu günə bu qədər. Çox sağ olun.